Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Azərbaycanda bir sıra universitet, məktəb və kurslarda bayramla bağlı iş günlərinin yerləri dəyişdirilib. Xəbər verilir ki, bəzi təhsil müəssisələri dekabrın 27-28-i ilə şənbə bazar dekabrın 29-30 tarixlərində yer dəyişmə ediblər. Yeni ildə iş və istirahət günlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar hələ heç bir rəsmi məlumat olmasa da, kurs iştirakçılarına və tələbələrə bildirilib ki, onlar həftə sonu dərslərdə iştirak etməlidirlər. Məsələ ilə bağlı Nazirlər Kabinetinə sorğu ünvanladıq. Qurumdan saytımıza bir daha bildirilib ki, bununla bağlı hazırda müvafiq qərar yoxdur. Xatırladaq ki, 2 həftə əvvəl 31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik günü və Yeni il bayramı ilə əlaqədar ölkədə bir həftəlik tətil olacağı ilə bağlı məlumat yayılmışdı. Qeyd edək ki, bir neçə gün öncə 2026-cı il üçün Novruz, Ramazan və Qurban bayramları günlərini müəyyən edilib.